YouTuber olaram 3-cü gün. Birinci videoda YouTube'a niyə başlamağımla bağlı uzun-uzun danışmışam. Amma bir səbəb yaddan çıxıb qalıb ki, onunla bağlı da bu videoda danışacağam. Yəqin sizin də mənim kimi yemək yeyəndə nəyisə baxmadan yemək yeyə bilməmə xəstəliyiniz var. Atıram, yəqin ki, ümumiyyətlə belə bir xəstəlik yoxdur. Sadəcə son zamanlarda özümüz çıxarmışıq. Mən də uzun zaman bu xəstəlikdən əziyyət çəkirdim. Yenə günlərin bir günü yemək yeyəndə YouTube'dan baxmağı nəsə axtarırdım, amma heç cür tapa bilmirdim. Elə bu vaxt ağlıma bir fikir gəldi ki, bəlkə elə YouTube üçün video mən özüm çəkim. Və yeməyin başını buraxdım, getdim ən yaxın dostum ChatGPT-nin yanına. ChatGPT-dən soruşdum ki, normal insanların ortalama yemək yemə vaxtları nə qədərdir? O da oradan buradan atdı tutdu, dedi ki 10-12 dəqiqə. Bu o deməkdir ki, mənim videolarım 10-12 dəqiqə olacaqdı. Bu o deməkdir ki, artıq yemək yeyərkən birbaşa mənim videolarımı izləyə bilərsiniz. Bu o deməkdir ki, nə deməkdir? Mən həftə bir dənə video paylaşsam, siz həftə bir dəfə yemək yesəz, acından ölə bilərsiniz. Ona görə də hər dəfə yemək yeyəndə mənim videolarımı izləməyə bilərsiniz. Həftədə bir dəfə yemək yeyəndə mənim videolarımı izləyə bilərsiniz. Sağ olun. Heç nə, durduq yerə özümüzü bəs aldım. İndi YouTube işinə girişməkdən, yemək yeməkdə vaxt tapmıram. Amma bir gün məşhur YouTuber ola bilsəm, deyəcəm ki, mənim buralara gəlməyim üçün ac qaldığım günlər olub. Və ilk 1000 nəfəri yaddan çıxarmayacağam. 1000 abunəyə çatmağa az qalıb, hələ də izləmirsinizsə, gedin tez izləyin.